28 may metrosunun ikinci çıxışında görsənən bu binada 3 otaqlı mənzil satılır. İlk öncə xanımlara özəl olaraq mətbəx hissəsindən başlayıram. Tavana qədər yığılmış mətbəx mebeli ilə təmin olunub elektronik cihazların hər biri mövcuddur və hər biri brend məhsullardan istifadə olunubdur. 4 nəfərlik oturma masası və eyvana çıxışı var. Eyvanından dəniz istiqamətinə mükəmməl panoraması mövcuddur. Döşəməsi istik qranit döşəmədir və mənzilin giriş yol hissəsindəyik. Giriş yol hissəsinin sol hissəsində 3 qapılı dərin qardırobu, sağ hissəsində 6 qapılı membran panellərdən istifadə olunmuş dərin qardırobu, güzgülü, açarlığı və keçidi mənzilin qonaq otağını sizə təqdim edim. Qonaq otağı əşyaları ilə təmin olunub 35 kvadratlıq geniş olan qonaq otağıdır. 8 nəfərlik oturma masası, divar içi rəfliyi və yumuşaq mebellərdən istifadə olunub. Elektronik cihazların hər biri mövcuddur və mənzilin qiymətinə daxildir. Mənzildə ümumilikdə 3 hamam otağı var, 2 yataq otağı və keçidi uşaqlar üçün nəzərdə tutulmuş birinci yataq otağını sizə təqdim edim. Bu yataq otağından da eyvana çıxışı var. 2 ayrılıqda çarpayı yerləşdirilibdir və bu yataq otağının daxilində özünə məxsus olan hamam otağı. Mənzilin xol hissəsində yerləşən ümumi olan hamam otağı tam aksesuarla təmin olunub və mənzilin master bedroomu. Bu yataq otağı da əşyaları ilə təmin olunubdur. Dərin 4 qapılı divar içi qardırobuna kimi mövcuddur. Keçidi mənzilin bu yataq otağının daxilində olan hamam otağını sizə təqdim edim. Mənzilin çamaşırxana otağını sizə təqdim edim. Paltaryanı bu hissəyə quraşdırılıb ütü masasına kimi təyin olunub. İndiyənə qədər gördüyünüz mənzilləri unudun. Lüks təmir olmuş bu mənzilin sahəsi 137 kvadrat, qiyməti 595 mindir. Ətraflı məlumatı şərh bölməsində qeyd edəcəm. Təşəkkürlər.